Salam, bugün sizinlə belə bir sualın izahına baxacağıq. Deməli, sualda bizə deyir ki, Günəbaxanın 1000 çiçəkdən ibarət səbət çiçək qrupunda 2 qat mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosom dəstinin cəmi 3250 N olduğu nəzərə alınarsa, bu çiçək qrupunda 2 qat mayalanmada iştirak etməyən çiçəklərdə nə qədər ləçək olar deyə bizdən soruşur. Deməli, biz bilirik ki, Günəbaxan bitkisi örtü toxumlar şöbəsinin ikiləpəllər sinifinin mürəkkəb çiçəklər fəsiləsinə aid olan bir bitkidir. Və Günəbaxan bitkisinin səbət çiçək qrupunda 2 tip çiçək olur, boru şəkilli və yalançı deci şəkilli. Ümumiyyətlə biz görürük ki, burada 2 qat mayalamadan söhbət gedir və həqiqətən də 2 qat mayalanma örtü toxumlar şöbəsinə xas bir mayalanma formasıdır. Və Günəbaxan da səbətində 1000 çiçək olduğunu bizə qeyd edir. 2 qat mayalanma gedən çiçəklərdə biz bilirik ki, boru şəkilli çiçəklərdir. Çünki boru şəkilli çiçəklərində erkəkcik, dişicik var və erkəkcik, dişicik olduğuna görə orada tozlanma gedəcək, mayalama gedəcək, toxum əmələ gələcək. Amma yalançı deci şəkilli çiçəklərində erkəkcik, dişicik olmadığına görə orada tozlanma getmir, mayalanma getmir və toxum əmələ gəlmir. Bizdən də yalançı deci şəkilli çiçəklərində olan ləçək sayını soruşur. Ümumiyyətlə, istər yalançı deci şəkilli, istərsə də boru şəkilli çiçəklərində 5 dənə ləçək olur. Biz bunu bilirik, amma bilirik ki, boru şəkildə mayalanma gedir. Və 2 qat mayalanmada 4 dənə hüceyrə iştirak edir. Bizə də deyir ki, iştirak edən hüceyrələrin və burada xromosom dəstini qeyd edib. İlk öncə bu hüceyrələr hansılardır? Gəlin onlardan danışaq. Deməli, bu hüceyrələr 2 ədəd sperm, 1 ədəd yumurta hüceyrə, 1 ədəd də mərkəzi hüceyrədir və bu hüceyrələrin xromosom dəstələri spermlərin hər biri haploid olduğuna görə 2 spermdir. Burada N, 2N olacaq ümumilikdə. Yumurta hüceyrə haploiddir, çünki bu üçü qametdir, amma mərkəzi hüceyrə qamet deyil. Onun xromosom dəsti isə diploiddir. Və görürük ki, bunların cəmi 5N eləyir. Həmin bu 5N hüceyrə bir toxumun əmələ gəlməyində iştirak edir. Bir toxumun əmələ gəlməyində. Və bizə də ümumilikdə deyir ki, 3250 N olduğu nəzərə alınarsa. Onda biz yazarıq ki, həmin bu 3250 N bölünsün 5N. Zaten N'lər gedir. 3250-ni də 5-ə böləndə burada düşür 650. Bizim bu 650 tapdığımız həmin o boru şəkilli çiçəklərin sayıdır. Yəni mayalama gedən çiçəklərin sayıdır. Yazıram yanına boru şəkilli. İndi biz boru şəklini tapdıq. Bizə də ümumi çiçək sayı nə qədərdir? 1000 ədəd çiçək. Həmin bu 1000-dən çıxaram 650 boru şəkillini. Bizdə qalar yerdə 350 dənə yalançı dilcik şəkilli. Həmin bizdən soruşduğu da bu yalançı dilcik şəkilli çiçəkdə olan ləçək sayıdır. Gəlin tapaq. Biz də bilirik ki, Günəbaxanın yalançı dilcik şəkilli çiçəyində çiçək düsturu K0-dır, L5-dir, E0-dır, D0-dır. Amma boru şəkillidə deyirik ki, K0-dır, L5-dir, E5-dir, D isə 1-dir. Amma bizdən indi yalançı dilcik şəklini soruşduğuna görə biz bu çiçək düsturunu nəzərə alacağıq. İndi ləçəyə baxıram. Buradan da ləçəyə görürük ki, 5-dir. O zaman da 350-ni vuracağıq 5-ə. O da eləyəcək 1750. Cavabımız C variantı.